Azərbaycanda orqan donorluğuna münasibət dəyişməkdədir. Artıq bəzi gənclər ölümündən sonra orqanlarını bağışlamağı insanlıq borcu kimi qəbul edirlər. Həkimlər bildirirlər ki, belə təşəbbüslər sayəsində bir çox insan yenidən həyata qovuşa bilər. Son aylarda meyit donorlardan orqan köçürülməsi əməliyyatlarının da sayı artıb. Balaca rayçı. Yüzlərlə insanda orqan transplantasiyası əməliyyatı icra edən Mircəlal Kazemi deyir ki, ən çox tələb olunan orqan da elə böyrək və qaraciyərdir. Xəstələrin sayı təəssüflər olsun ki, bütün dünyada olduğu kimi artma istiqamətindədir, amma onların donorları yetərsizdir. Bunun üçün də bizim alternativ donor hovuzuna, yəni meyit orqanlarına ehtiyacımız var ki, bu tələb aradan götürülsün. Bu ilin fevral ayından etibarən artıq bizim ölkəmizdə də regionda ilk dəfə olaraq meyitdən orqan transplantasiya əməliyyatlarına başladıq. 6 qaraciyər və 7 böyrək transplantasiyası bu əməliyyata start verildi. Düşünürəm ki, insanlarımız tərəfindən orqan bağışına sayı artacaq. Artıq 600-dən çox insanımız sağlığında orqanlarını bağışlayıb və bunun üçün bəyannamə də imzalayıblar. Yaxın gələcək düşünürəm ki, daha da fərqli orqanlardan orqan transplantasiya əməliyyatı həyata keçirilərək xəstəlikdən əziyyət çəkən vətəndaşlarımız, xəstəlikdən əziyyət çəkən insanlarımız sağlamlıqlarına qovuşa biləcək. Əslində orqan donorluğu prosesi çox sadədir. Bunun üçün sadəcə orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinin saytına daxil olub, oradakı ərizə formasını doldurmaq kifayətdir. Beləliklə siz hələ sağlığınızda ehtiyacı olan xəstəyə həyat bəxş edə bilərsiniz. Xatırladaq ki, ilin əvvəlindən bugünə qədər ölkədə 80-ə yaxın böyrək, 50-yə yaxın qaraciyər, 30-dan çox sümük iliyi, 100-dən artıq buynuz-qişa köçürülməsi əməliyyatı uğurla həyata keçirilib. Bu transplantasiyalardan bəziləri meyit donorlarından icra olunub. Hazırda donor orqanı gözləyən xəstələrin sayı 1000 nəfəri keçib. Könüllü donor kimi qeydiyyatdan keçənlərin sayı isə 802 nəfərdir.